Yox, başlamaq üçün. Niyə 5 deyirsiniz ki, müəllim? Başlamaq üçün bəlkə 3 nəfər oyunçu olsa oyun başlaya bilər. Yəni mən 5 maksimum 5 minimum da belə. ISO maksimum 5-dir, minimumu 3 nəfərdir. Yaxşı 3 nəfərlə oyun meydanda davam edə bilər. Bəli. Telefon saatdə ona görə. Aha, 3 nəfərlə oyun davam elətdirə bilərdi. Sonra mərkəzdən birbaşa zərbəni yerinə yetirən komandanın öz qapısına oyun daxil olduqda oyun hardan başlayır? 3-dən. Aha. Rəqibin bəli. Hə, mərkəzdən birbaşa nə ilə başlayırdı? Küşdən zərbə ilə. Küşdən zərbədən birbaşa qol var. Bəli. Cərmə zərbəsindən birbaşa qol var. Bəli var. Sərbəst zərbədən birbaşa qol var. Deyil. Sərbəst zərbədən yox idi. Aha. Top yan xəttdən oyuna nə ilə daxil edilirdi? Ayaqla. Mərkəzdən başlanan topdan neçə metr məsafə gözlənilir? 3. Mübahisəli topdan neçə metr məsafə gözlənilir? 2. Aha, mübahisəli topdan isə 2 metr məsafə gözlənilirdi. Yaxşı. Mübahisəli top müəllim hakim fitrinə neçə saniyə ərzində oyuna daxil edilirdi? 4. Qəşəng 4 saniyə ərzində. 4 saniyənin tətbiq olunmadığı hallar. Mərkəz 6 metrdir. Qəşəng mərkəzdə bir də 6 metri penaltidir. 6 metri penalti zərbəsi zamanı qapıçı irəli çıxa bilər. Xeyr. Qəşəng 6 metri penalti zərbəsi zamanı qapıçı irəli çıxa bilməzdi. Yaxşı, o 10 metri penalti zərbəsi zamanı qapıçı oyun qaydasını pozardısa, top qapıdan keçərdisə qol qeydə alınırdı, alınmırdı. Bəli. Ayısı olur, qol qeydə alınırdı. Hakim qayda pozan oyunçunun hakim qayda pozan komandanın yanlış oyunçusuna kart göstərdikdə vara müraciət edə bilərik. Bəli. Qəşəng vara müraciət edə bilərik. Baş hakimimizin varın baş hakimin varın qərarına etiraz etmə şansı varmı, yoxmu? Vardı. Qəşəng. Top son olaraq hücum edən komandanın oyunçusunun toxunuşundan sonra qapı xəttin hava ilə və yoxsa da yerlə keçərsə oyun hansı zərbədir? Qapıdan. Təşəkkürlər. Sərbəst zərbədən neçə metr məsafə gözlənilir? 4 metr. 5 metr belə. 5 metrdir. Yan xəttdən atılan topdan neçə metr məsafə gözlənilir? Yan xəttdən də 5 metr. Yan xəttdən də 2 metrdir. Mübahisəli top. 2 metr. Aha. Hə. 2 metr. Mübahisəli topdan 2 metrdir. Mübahisəli top müdafiə olunan komanda üçün atılırdı, yoxsa hücum edən? Aha. Müdafiə olunan komanda üçün yerə düşmədən ona yenidən toxunma şansımız var, yerə düşmədən. Xeyr. Aha, toxunma şansımız yoxdur. Əgər yerə düşdükdən sonra yerə düşmədən toxunardıqsa oyun necə davam edirdi? Hansı yerdə mən başa düşmədim sualı. Yəni yerə düşmədən mübahisəli top atılır müdafiə olunan komanda üçün. Yerə düşmədən ona yenidən toxunuş eləyərsinizsə nə olur? Alır o.